Bəli, hörmətli tamaşaçılar, Qurban Bayramı öncəsi satış məntəqələrindəki vəziyyət, qiymət siyasəti və sanitar-gigiyenik qaydalarla bağlı süjeti izlədik və yaranan mənzərə göstərir ki, nəzarət və maarifləndirmə bu dövrdə xüsusi önəmlidir. Bəli, məhz bu səbəbdən studiyamıza Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürü Mansur Piriyevi dəvət etmişik. Mansur müəllim, xoş gəldiniz. Xoş gördük. Mansur müəllim, sujeti də izlədik. Ümumiyyətlə, bu il Qurban Bayramı ilə bağlı agentlik tərəfindən hansı nəzarət və tənzimləmə tədbirləri görüləcək? Bu barədə istərdik ki, məlumat verəsiniz. Çox sağ olun suala görə. Bəli, mən qeyd etmək istəyirəm ki, sizin də bildirdiyiniz kimi bu istiqamətdə nəzarət tədbirləri Qurban Bayramı günlərində daha da gücləndirilir və elə ona görə də Qurban Bayramı günlərində agentliyin əməkdaşları həm kəsim məntəqələrində, həm satış məntəqələrində və ümumiyyətlə prosesi nəzarət məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Və onu qeyd etmək istəyirəm ki, bu istiqamətdə əsas məqsəd, belə deyək, əsas fəaliyyətimizdə əsas aparıcı xətt bundan ibarətdir ki, ümumiyyətlə bayram günlərində, eyni zamanda digər günlərdə də sağlam heyvanlar kəsimə təqdim olunmalıdır. Və burada əsas məsələdə baytarın nəzarətindən keçmiş və sağlamlığı təsdiq edən, belə deyək, sənədləri olan həmin heyvanlar daşınsın. Çünki bilirsiniz ki, bu heyvanlar əsasən Bakı şəhərinə regionlardan gətirilir. Qurban Bayramı bir neçə gün qalmış və bununla bağlı da həmin heyvanların daşınması, saxlanılması, kəsim prosesi, bütün sanitar-gigiyenik qaydalar gözlənilməklə eyni zamanda baytar həkim nəzarətində olmalıdır. Və onu da bildirmək istəyirəm ki, bu illər agentlik tərəfindən Qurban Bayramına artıq bir müddət qalmış yerli icra orqanları cəlb etməklə regionlarımızda da, paytaxt Bakıda da monitorluqla keçirilib və sujetdə də qeyd olunduğu kimi uyğun həm kəsim, həm satış məntəqələri müəyyənləşdirilib və bununla bağlı ətraflı məlumat ötən həftə agentliyin rəsmi saytında afsa.gov.az saytında yerləşdirilib və həmin sayta daxil olan vətəndaşlarımız daxil olub orada özlərinə ən yaxın həm satış məntəqələrinin ünvanlarını görə bilərlər, həm kəsim məntəqələrini görə bilərlər ki, hansı məntəqələrdə heyvanları daha sağlam, təhlükəsiz şəkildə kəsdirə bilərlər və ala bilərlər. Mansur müəllim, deməli, bu artıq siz necə olmalıdır deyə artıq məqamları vurğuladınız. Müsbət tendensiyalar var. Onlarla yanaşı təəssüf ki, küçə kənarındakı yerlərdə qanunsuz heyvan kəsimləri də müşahidə olunur. Bu kimi qanunsuz halların qarşısının alınması üçün hansı tədbirlər deməyək, artıq yeni tədbirlər, hansı yeni tədbirlər nəzərdə tutulur? Əslində, çox gözəl bildirdiniz. Bu istiqamətdə agentlik fəaliyyətə başladığı gündən indiyə qədər bu istiqamətdə mütəmadi olaraq, yəni təkcə bu Qurban Bayramı günlərində deyil, ümumiyyətlə il ərzində, yəqin siz də bizim məlumatlarda paylaşılan, hətta reydlərimizdə biz televiziyaları dəvət edirik, jurnalistlər yaxından iştirak edirlər. Çünki burada ictimai nəzarəti biz həmişə önə çəkmək istəyirik ki, bu qanunsuz küçə kəsimləri ümumiyyətlə olmasın. Çünki bunlar bütün dövrlərdə, bütün zamanlarda insanlar üçün təhlükə mənbəyidir və Qurban Bayramı günlərdə tamamilə doğru bildirsiniz ki, adi günlərlə müqayisədə daha çox heyvan kəsildiyinə görə çox təəssüflü olsun ki, baxmayaraq ki, ildən ilə bu istiqamətdə müəyyən irəliləyişlər müşahidə edirik. Amma təəssüf ki, hələ də bir sıra yerlərdə, biz küçələrdə, yol kənarlarında, hətta bəzən baxırıq ki, insanların nəqliyyat vasitələrinin belə daha çox hərəkət etdiyi yerlərə yaxın bu heyvanları satmağa, belə deyək, kəsməyə çalışırlar. Təbii ki, bununla bağlı biz həm yerli icra hakimiyyət orqanları ilə, həm yerli polis orqanları ilə sıx şəkildə, hətta mən deyərdim ki, həmin Qurban Bayramı dövründə 24 saat ərzində biz sıx şəkildə əməkdaşlıq edirik ki, harada bu cür nöqsan, harada bu cür qanunsuz fəaliyyət müşahidə olursa, dərhal yerli icra orqanlarının əməkdaşları ilə birgə həmin, belə deyək, qanunsuz fəaliyyət yaxınlıqda olan kəsim məntəqəsinə və yaxud da satış məntəqələrinə göndərilir və dərhal müdaxilə olunur. Eyni zamanda bizim burada əsas, belə deyək də, sizin efir vasitəsilə də mən istəyirəm ki, vətəndaşlara da bir çağırış eləyək ki, mütləq şəkildə bizim vətəndaşlarımız da prosesdə aktiv olsunlar və onlar da öz, belə də, həyətlərində, öz məhəllələrində, hətta biz baxırıq bəzən məktəbə yaxın yerlərdə, bu cür ara küçələrdə, bu cür, belə deyək də, antisanitar şəraitdə qanunsuz heyvan toplayıb onları satmaq, kəsmək kimi bu cür fəaliyyət olanda mütləq şəkildə həm agentliyin minus qaynaqət də məlumat versinlər, həm də ki, aidiyyəti qurumlara, yerli icra orqanlara bildirsin ki, vaxtında müdaxilə olunsun ki, bu cür qanunsuz fəaliyyətlərin qarşısı alınsın. Qanunsuz fəaliyyətdən danışdınız, Mansur müəllim. Bəs qurbanlıq heyvanların qaydalardan, belə deyək, kənar kəsimi hansı təhlükələri yarada bilər? Belə deyək də, çox vacib məqama toxunursunuz. Həqiqətən də yəni, bu işlərin görülməsində əsas məqsəd nədən ibarətdir? Bilirsiniz ki, belə deyək, heyvan sağlamlığı əsas
qarşıya qoyulan məqsədlərdən biridir. Çünki nə üçün? Biz əgər danışırıqsa qida təhlükəsizliyinə bağlı, eyni zamanda ölkəmizdə biotəhlükəsizliyin qorunması məsələsindən mütləq şəkildə heyvanların sağlığına nəzarət olunmalıdır. Və eyni zamanda biz bilirik ki, bu günləri insanlarda olan xəstəliklərin də 70% yaxını heyvan mənşəli xəstəliklər. Yəni bu heyvanda olan xəstəliklər bir vaxtdan sonra insanlara ötürülə bilir. O zamanki nəzarət, belə deyək də, burada həmin o belə heyvanların kəsimi zamanı və ya da saxlanılması zamanı, daşınması zamanı, digər proseslərdə zəncirin müxtəlif mərhələlərində əgər qaydalara əməl olunmursa, tələblər pozulursa, bu xəstəlik ötürülə bilər insanlara. Və təbii ki, eyni zamanda qidalarla. Əgər burada tələblər pozulursa, həmin istifadə etdiyimiz, ətindən istifadə etdiyimiz heyvanın xəstəliyi bizə keçə bilər. Ona görə də burada əsas məsələ ondan ibarətdir ki, zoonoz xəstəliklərin heyvanlardan insana ötürülməsinin qarşısı alınsın. Eyni zamanda burada baytarlıq nəzarətinin də əsas məqsədi bundan ibarətdir. Və bir haşiyə mən çıxmaq istəyirəm ki, ümumiyyətlə bildiyiniz kimi ölkəmizdə son illərdə heyvan sağlamlığı sahəsində görülən fəaliyyətlərin nəticəsi olaraq bilirsiniz ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən ölkəmiz bir sıra heyvan xəstəliklərindən azad statusla əldə edib. Məsələn, mən misal göstərə bilərəm ki, xırda buynuzlu heyvanların taun xəstəliyi, quş qripindən azad statusla qazanmışıq. Bəli. Və hətta mən deyim ki, hal-hazırda həm Naxçıvan Muxtar Respublikasında, həm işğaldan azad olmuş ərazilərdə də bu statusların əldə olunması üçün işlər görülür. Belə bir şəraitdə, belə deyək, bu bizim həm də heyvan mənşəli məhsullarımızın xarici ölkələrə ixrac imkanlarını genişləndirib. Hətta mən misal gətirə bilərəm ki, son illərdə bilirsiniz ki, Azərbaycanda heyvan mənşəli məhsullar Avropa ölkələrinə, hətta mən deyim ki, Rusiyaya, Amerika Birləşmiş Ştatlarına, Çinə artıq biz belə deyək də ərzaqlı yumurtalar göndərir, toyuq məhsulları göndərə bilirik. Bunun hamısının belə deyək də nəticəsi bununla bağlıdır ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı bizim zonaları, Azərbaycan ərazisində müəyyən belə deyək də xəstəliklərdən azad zonalar tanıyıb statusun. Amma bu cür belə deyək də biotəhlükəsizliyə və yaxud da ki, heyvan xəstəliklərinin artmasına şərait yarada bilən küçə kəsimi təbii ki, bunlardan biridir. Yəni, bu məsələlər əgər nəzarətdən kənar qalarsa, əgər vətəndaşlar, sahibçilər bu məsələyə diqqət yetirməzlərsə, hər hansı bir xəstəlik yayılarsa, belə deyək də, geniş şəkildə bu idarə olunmaz bir formaya çıxarsa, artıq bu əldə etdiyimiz bütün bu nəticələr kölgə altına qalır. Ona görə biz bu məsələdə danışanda mütləq şəkildə məsələnin ciddiliyini də... Özlərinin elə sağlamlığına görə... Və insanların təhlükəsi təbii ki, bir nömrəli məsələdir. Eyni zamanda mən bildirdim ki, bu azad statusların qazanılması həm də qida məhsullarla bağlı, heyvan mənşəli məhsullarla bağlı həm istehsalın, həm təhlükəsizlik təmin edir. Yəni bu təkcə ixrac üçün deyil, eyni zamanda təhlükəsiz məhsullar üçün bu vacib məsələdir. Təşəkkür edirik sizə Mansur müəllim. Çox sağ olun. Mansur müəllimin qeyd elədiyi kimi sağlamlıq hər şeydən önəmlidir və sağlamlıq üçün bəzi tədbirlər var ki, onları biz özümüz görməliyik.